Salam hər kəsə, yeni videomuzdan hər birinizi salamlayıram. Belarusiyadan dönər dönməz Bakıda 2-3 gün qaldıq, işlərimizi həll etdik. İndi isə yola düşürük Lənkərana. Lənkəranda bizim mebel montajımız olacaq 2 mənzildə. Birində mətbəx mebelidir, birində isə biz uşaq otağının bütün mebellərini istehsal etmişik. Ustalarımız indi sexdə paralel olaraq mebelləri maşına yükləyirlər. Mən isə gəlmişəm qaraja, maşını götürüm. Gedək baxaq bu dəfəki səfərimiz necə keçəcək. Gəlib çatdıq Lənkərana. Burada biz bütün yüklərimizi yük maşınından boşaltdıq. 2 fərqli mənzildə bizim montajımız olacaq bugün və sabah qeyd etdiyim kimi. Bu otaq uşaq otağıdır. Burada belə bir dolab, ortada çalışma masası və burada da çarpayı olmalıdır. Burada isə kondisionerin mis borusu gedir. Bunun üzərini üzləmə ilə bağlamalıyıq. Montaj prosesimiz davam edir. Axşam saat 9-un yarısıdır. İndi buradan çıxıram, bu mənzildə mətbəx işləri görürük. Buradan çıxıb gedirəm digər mənzilə. Orada da gedim baxım ustalarımız nə iş görüb. Yəqin ki, bir yarım saatı 40 dəqiqəyə biz montajı yekunlaşdıracaq. Sabah isə qaldığımız yerdən işimizə davam edərik. İndi gəlib çatdım növbəti mənzilə. Həyət evinin əsas üstünlüklərindən biri odur ki, axşam saatlarında da burada işləmək mümkün olur. Qonşular da sağ olsun ki, bizə bir problem yaratmırlar. Biz də bacardığımız qədər çox da səs-küy etmirik ki, kiməsə bir narahatlıq verməyək. İndi burada kəsinti işlərimiz gedir. Bəzi detallarda kəsinti işlərimiz var. Qarajda bunu edirik. Burada da işıqları montaj edirik. Bu dolabı artıq yerləşdirmişik yerinə. Bundan sonra iş masası gələcək. Sonra isə burada belə bir açıq rəf olacaq, 3 dənəli. Üstü isə şkaf olacaq. Yeni gündən hamınızı salamlayıram. Təəssüf ki, dünənki ehtimallarımın bəziləri doğru çıxdı. Divarlarda olan əyriliyə görə bəzi qapaqlarımız təkrar Bakıya getməlidir və kəsilib ölçüyə uyğun təkrar boyanmalıdır. Amma belə ümumi ciddi bir problemimiz yoxdur. İndi uşaq otağının mebel montajı olan mənzilə gəlmişik. Burada indi keçmək və nə işlər gördüyümüzü çəkib sizinlə paylaşacağım. Burada belə bir maraqlı Volqamız var. Salonun rəngi süpəri, qəşəng. Şkaflar yığdıq burada. Pensiyenin borusu var, mis borusu, o divarın içini keçirdik. Üzərindən belə indi karıqla bağlamışıq ki, bu sizə görünməsin. Burası belə rənglər var, nərdivan formasında.
Korpus laminat aldığına görə altına MDF belə detal bağlayaq ki, rütubətdən, buxardan şişməsin. Onun üstündə belə gizli işıq üçün fez açmışıq. Burada teksturalı belə bir vitrinimiz var. Bunun da üstü şüşə qapağına bağlanacaq. Bunun da üstündə görə gizli işıq üçün yerlər var. Həm sağda, həm də solda. Rəfləri isə şüşədəndir. Bir damcı buyurup bir dəfə açıq. Bu moykası artırmayacaq da sənsən? Bəli. Moyka da krandır, şampun qabıdır. Divar əyriliğinə görə bəzi detallarımız düz gəlmədi. Ona görə də burada bir laminat salıb kəsməyə bir yer axtardıq. Və təsadüfdən elə bizi tanıyan köhnə yoldaşlardan birinin sexini tapdıq. İndi burada bəzi detalları kəsirik, mənzilə uyğunlaşdırırıq. Sonra isə təkrar mənzilə qayıdacaq və bu detalları tamamlayaraq uşaq otağını yekunlaşdıracaq. Qalır bir dənə mətbəximiz. Hal-hazırda mətbəxdə də ustalarımız qapaqları montaj edirlər. Buradan çıxıb gedəcəyik, baxaq görək bugün yekunlaşdıra bilirikmi? Mətbəxin karyanı da 2 gündən sonra inşallah ki gələcək və mətbəxin də təzgahına və sinəliyini yekunlaşdırıb onu da tam formada təhvil verəcəyik. Növbəti gündən hamınızı salamlayıram. Mətbəx nömrəni də montaj edib, yekunlaşdırmışıq. Son düzəlişləri edirik. Üst qapaqlarımız MDF boyada, aşağılar isə MDF paneldən istehsal olunub. Burada belə bir gizli qulpun profili gedir. Həmin profili dekorativ zonada da görə bilirik. Gizli işıqlarımızı da qoşmuşuq artıq. Bura vitrin kimi nəzərdə tutulub, dekorativ zonadır. İçərisi taxta teksturalı laminatdır. Mebelin alt hissəsində də bu 4000 Kelvin dəyərində olan gizli işığımız davam edir. Bura isə penal hissəsidir. Soba var burada. Biz mikrodalğalı soba istifadə etməmişik bu mənzildə. Soyuducu isə müvəqqətidir. Yeni soyucumuz bu boşluğu dolduracaq. Burada belə qablar üçün yer nəzərdə tutulub. Aşağı hissədə də eyni formada. Burada karqolarımız var. Simmetrik olaraq 2 ədəd istifadə etmişik karqonu. Burada isə bizim bu raylar var. Bu mənzilə biz hafilə mexanizmlərindən istifadə etmişik. Gördüyünüz kimi burada qaşırlıq da indi təzgah qoyulmadığı üçün rahat şəkildə görsənir. Artıq Lənkəranda 3-cü günümdür. Bugün isə biz karyan ustalarını qarşılayacaq. İndi gedirəm mənzilə tərəf. Ustalar da çatmaq üzrədirlər, Bakıdan gəlirlər. Səhər saat 9-dur. 6-da çıxıblar yola bildiyim qədərilə. Gedək, onlar da gəlib çatsınlar, işə başlayaq. Mən mebel ustalarını dünən Bakıya geri yola saldım. Çünki artıq mebellə bağlı işlərimiz yekunlaşdı. Bir-iki dənə əlavəmiz olacaq. Onlar da hazırlayıb təkrar geri gətirəcəklər.
Kalyan baku ustaları gəlib çatdı. Daşları gətiriblər. Artıq montajına başlamışıq. Bu hissədən başladıq montaj etməyə. Gördüyünüz kimi bütöv üzəri və sinəli hissəsi kalyanla bağlanacaq. Belə Silverstone markasına aid Carrara daşını seçmişik. Düşünürəm bu mətbəxə çox uyğun bir modeldir. Həm çox göz yorucu deyil, həmişə aktuallığını qoruyub saxlayacaq, həm də rənginə görə bizim ümumi dizayna çox uyğundur. Burada bir qədər döşəmədə əyrilik olduğuna görə bu hissədə belə bir fərq yaranıb, indi onlardan qaldırırıq. Sonra isə digər hissələrin montajında həyata keçirəcək. Markamız altdan bağlanan bir çanaqdır. 70 cm-dir uzunluğu. Təzgahımızın öz dərinliyi də 70 cm-dir. 60-dan bir qədər daha genişdir, daha rahat istifadə olunması üçün əslində belə olmağı daha yaxşıdır. Yəni bu ölçüdə mətbəxdə 60-lıq bir təzgah dərinliyi mən düşünürəm ki, kiçik olardı. Əlavə olaraq qaz filtrəsinin yer indi kəsilir. 75 cm-lik bir qaz seçmişik bura. Onu da kəsib gətirsinlər, bu hissəni də montaj edib, sonra bu sinəlik hissəyə keçəcək. Empty streets, but I kept searching for your trace in the dark. Və beləliklə Lənkərandakı həm uşaq otağının, həm də mətbəxin montajı artıq yekunlaşdı. Biz qalyanı gözləyirdik əsas ki, qalyandan sonra 1-2 əlavəmiz olacaqdı. Hazırda da o əlavələri edirik. Qalyanımız tam olaraq montaj olunub. Ustaları yola salmışam, Bakıya qayıdıblar. İndi 1-2 dənə düzəliş işləri var ki, onları da düzəldib tam olaraq işimiz yekunlaşacaq və biz də yola düşmüş olacaq. Tezgah və sinəli bu hissədə bir Silverstone daşını istifadə etdik. Dünən də qeyd etmişdim. Qalınlıq 4.2 mm-dir gizli qulp üçün. Biz çıxıntını az nəzərdə tutmuşuq. Çünki normalda 2 cm qədər çıxıntı olur, amma gizli qulpda 2 cm-lik bir çıxıntı narahatlıq yarada bilər. Həm uşaq otağı, həm də mətbəx yekunlaşdığı üçün artıq biz də Bakıya qayıda bilərik. Ona görə də bugünkü videomuz bu qədər idi. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.